بتعطيل العمل بالدستور بشكل مؤقت. يؤدي رئيس المحكمة الدستورية العليا اليمين أمام الجمعية العامة للمحكمة. Misirdə gözlənilən oldu. Ordu rəhbərliyə əl qoydu. Xalq iradəsi çeynənildi. Min illərlə piramidalara dözən Misir demokratiyaya bir il dözə bilmədi. Seçki ilə gələn prezident hərbi müdaxilə ilə iqtidardan uzaqlaşdırıldı. Ancaq Mursi hələ də demokratik qüvvələrin gözündə Misirin qanuni prezidentidir. Son anadək çevrilişə boyun əymədiyi üçün Məhəmməd Mursi bu tarixdən etibarən eyni zamanda demokratiyanın simvolu oldu. Bəli, dünən gecə Misirdə çox pis hadisələr yaşandı. Ancaq eyni zamanda demokratiya adına tarixi bir gecə oldu. Prezident Mursi çevrilişi rədd edirəm deyərək antidemokratik dünyaya meydan oxudu, müqavimət göstərdi. Əsgərlər Konstitusiya Məhkəməsi başçısını yeni prezident olaraq elan edərkən əsl seçilmiş prezident olan Mursi istefa vermədim, vəzifəmi icra edirəm dedi. Nəticəsi nə olur olsun, bu örnək bir davranışdır. Prezident bununla da kifayətlənmədi, xalqa müqavimət çağırış etdi. Misirdə hər şey bitmədi, əslində hər şey yenidən başlayır. Müqavimət göstərən lider və müqavimət göstərən bir xalq var. O xalq ki, keçən il Məhəmməd Mursini 60% səs çoxluğu ilə iqtidara gətirdi. Seçilmiş bir dövlət başçısı zor gücü ilə hakimiyyətdən uzaqlaşdırılarkən Qərb dünyası, sözdə demokratik Qərb dünyası uğursuz bir imtahan verdi. Amerika yenidən qanuni hökumətin yanında yox, ordunun və diktatorların tərəfində çıxış etdi. Avropa Misirdəki demokratiyanı ayaqda tutmaq əvəzinə ordunun antidemokratik əməlinə göz yumdu. Bu planlı çevriliş sadəcə hakimiyyət dəyişikliyi deyil, həm də böyük nəticələri ola biləcək tarixi həmlədir. Ərəb baharı ilə sarsılan İsrailin təhlükəsizliyi yenidən Camp David sazişi üzərində qurulacaq. Çünki Misir demək eyni zamanda Afrika deməkdir. Misir yaxın şərqdir. İsrailin təhlükəsizliyinin Qahirədən başlaması deməkdir. Misirdəki bu çevriliş Suriyada Əsəd rejimi üçün də həyati əhəmiyyət kəsb edir. Bu müdaxilə Ərəb baharı ilə tir-tir titrəyən diktatorların rahat bir nəfəs alması deməkdir həm də. Fironlar qədər mərhəmətsiz, piramidalar qədər sərt olan bu diktatorluq qalıqları ölkəni azı 50 il geriyə apardı. Misirdə hər cür nəticəyə açıq bir dövr başlayır. Ən ciddi təhlükə isə vətəndaş müharibəsinin başlaması ehtimalıdır. Görünən odur ki, Misirdə hər an yeni inqilab ola bilər. Mursinin və tərəfdarlarının hərbi çevrilişi tanımaması və müqavimət qərarı alması buna işarədir.